dəfə onun sevdiyi iki şeyi hazırlayıram. Hər səyahətdə yediyi qızarmış seafood kokteyl və sangria. Dondurucumda olanlardan eləyirəm. Kalmar, mini asminoq və kirkə. Kalmarı halqa şəklində doğrayıram. Yumşaq olması üçün üzərinə kabartma tozu, limon və qazlı su töküb 1 saat saxlayıram. Üzərindəki ağızları da mütləq soyub atıram. Mini asminoqları 2 yerə bölürəm. Qarğıdalı unu və panko qarışımına bütün dəniz məhsullarını yaxşıca buluyuram. Yumurtasız onun yapışmasını şübhə eləsəm də yapışırmış. Öncədən qızdırdığım dağ yağı atıb qıpqırmızı qızardıram. İsti-isti kağız dəsmalın üzərinə yığıram. Sangriyanı evdə olan adi şüşələrdə təqdim eləmək istəmədiyim üçün yeni qablarımı Nude Glass'dan sifariş etmişdim. İyon qoruyucu texnologiyası ilə hazırlanmış qurğuşunsuz kristal şüşə məhsullar mənim üçün sadəlik və gözəlliyin balansıdır. 2 şot brendi, biraz şəkər tozu, yarım bakal ananas şirəsini qarışdırıram. Portağal, limon, çiyələk, almanı da bu qəşəng dolçama atıb, üzərinə kəmşirin şərab və sonda adi qazlı su əlavə edib qarışdırıram. Və salam, sangriya hazırdır. Sanki şüşələrin keyfiyyəti hazırladıqlarımı daha da ləzzətli elədi. Bəs siz necə həyat yoldaşınızın sevdiyini tez-tez eləyirsiniz? Sadə qablarda süfrə açırsınız ya dəbdəbəli?